Bax, bu olmuş hadisə. Özü danışıb bunu. Bu misal bütün dünyada çekilir artıq. Pakistanlı məşhur cərrah doktor var. Adı Eyşən deyəndi, belə bizim Elşən də Eyşən deyən adı, qəribə adı var. Məşhur cərrah. Deyir ki, bir gün başqa bir şəhərə, Pakistan bu ölkə, mühazirəyə getməliyəm və orada da mənə təltif olunmalıdır. Məşhur cərrah. Təyyarəyə mindim. Düşünün deyir, təyyarə minib biraz gedəndən sonra bir dənə tufan başladı. Tufan. Təyyarə məcbur qaldı ki, ən yaxın hava limanına ensin. Yoxsa qəzaya uğraya bilər. Allah həmd olsun deyə salamatca endi. Soruşuram ki, sonra mən konferansa tələsirəm, filan işə tələsirəm, orada çıxış eləməliyəm, nə qədər həkimlər gözləyir. Bu öz-özə mütəxəssisdir. Dedilər ki, indidən 20 saatdan tez təyyarə olmayacaq. Dedim, filan yer, dedi, sənin çatacağın şəhəri 3 saatlıq yoldur maşınla, avtomobilinə. Gedə bilərsən. Təyyarə gözləmə. Deyir ki, maşın dərhal icarəyə götürdüm, hava limanından. Çıxdım yola. 3 saatlıq yol. Yolda gedirəm, deyir, yeni inmişi, ildırım, şimşək çaxdı, deyir. Yol azdım, deyir. Yol deyir, yəni yağış deyir, leysan kimi tökür, deyir. Uzaqdan balaca bir işıq gördüm, deyir. Sürdüm ora avtomobili ki, yolu soruşum, azmışam, ən azından bir, o zaman mobil telefon olmayan vaxtı bir zəng eləyim. Tanışlarına ki, filan yerdəyəm, filan yerdə qalmışam və s. Girdim, gördüm, balaca bir daxma, deyir. Qapını döyün, qapı da açıq. İçərdən bir qadın səsi, buyur, içəri gir. İçəri girdim, gördüm, yaşlı bir nənə. Yatağında da balaca bir, yataqda da bir dənə uşaq yatır, cavan uşaq yatır. Dedi ki, deyir, nə istəyirsən? Dedim ki, telefon var. Deyir, güldü, deyir. Deyir, nə telefondur? Görmüsən, daxmada yaşayırıq. Nə telefon, deyir. Heç evimizdə də işıq yoxdur, deyir. Çıraq yandırıblar. Çıraq işığına gedib. Dedi ki, hara gedirsə, dedim, filan yerə gedirəm. Dedi ki, otur, çay iç. Balaca da sobaları var. Orada yemək bir şeylər ye. Həqiqətən də hava soyuq. O yolu 2 saatdan sonra bura gəlmişəm, deyir mən, deyir. Yol azmışam, deyir. Hara getdiyimi bilmirəm. 2 saat da keçib, deyir. Düşünün, deyir, çay içdim, deyir, biraz özümə gəldim. Şiddətli də, deyir, soyuq. Və sonra baxdım, gördüm ki, bu qadın nə qədər namaz qılır. Namaz qılır, dua eləyir. Namaz qılır, dua eləyir. Arada evladına baxır. Nəvəsiymiş. Sanki deyir, bir qorxu var canında. Sanki uşaq öləcəkmiş kimi də namaz, dua gözünü ondan ayırmır. Dəhşətə gəldim, deyir. Dedim ki, deyir, ey ana, yaşlı qadın, nə olub? Namaz qıl, dua et, ona baxırsan. Dedi ki, deyir, bu mənim nəvəmdir. Atası ilə anası vəfat edib. Mən baxıram. Sağalmaz bir xəstəliyə tutulub. Yəni, onun üçün də mənim nə imkanım var, nə pulum var, nə gücüm var. Və bunun da deyiblər ki, bir dənə müalicəsi əməliyyatını filan doktor eləyə bilər. O da filan şəhərdə, paytaxtda mənim nə pulum var, fağır adam. Deyir, Allaha, mən heç kimsəm yoxdur, deyir. Ancaq Allaha dua edirəm ki, deyir, Allah rahatlaşdırsın, bu uşağı o həkim müalicə eləsin, ölməsin, heç kimsəsi yoxdur. Deyir, onu eşitəndə ağladım hönkürtü ilə, deyir. Dedim, ey anam, ey nənəm, bu sənin duandır, deyir, təyyarəni endirən. O sənin duandır, deyir, imkanları çaxdıran. O sənin duandır, deyir, qasırğa, deyir, səmada qasırğa yarandı, yerdə qasırğa yarandı. O sənin duandır ki, deyir, məni Allah bura gətirib, deyir. O doktor mənəm, deyir. Deyir, o an, deyir, anladım ki, deyir, doktor özü danışıb, o an anladım ki, deyir, həqiqətən də Allah-u Teala duaya görə səbəbləri belə yaradar, səbəbləri belə insanın önünə gətirər. O uşağı nə inir? O hadisəni onu da bilmir. Aparır özü ilə, nənə ilə bərabər. Onlara ev də alır, əməliyyat da eləyir və onların himayəsini özlərinə götürür. Çünki deyir, mən deyir, belə bir həyatımda deyir, yəqinliklə dua görməmişəm. Onun duasına görə deyir, ildırımlar çaxdı, deyir, təyyarə məcbur endi, deyir.
Allah hər şeyə qadirdir. Ol deyər, olar. Düşünün nə deməkdir Allahın gücü, qüdrəti.